Çərşənbəsini təbrik edirəm. Varal Tolikami bizə belə dəstək Can, olsun. qurban olaram. Mən bu uşaqlarımızı TikTok'da gördüm, ürəyimdən gəldi. Girdim səhifələrinə, bunların səhifələrindən götürdüm. Və Sənana dedim ki, Sənan, zəhmət olmuş dəvət elə. Mamanın adı nədir? Dilşad. Papanın adı nədir? Eldar. Eldar müəllim, Dilşad xanım bizə zəng vuranda, Sənanla danışanda bir söz eşitdim. Çox pis oldum özümə. Mən heç vaxt efirlərə dəvət elədiyim uşaqlardan pul heç vaxt almamışam. Bəzi kanallar var, rəqqaslardan pul alırlar. O balaca uşaqlar gəlirlər. Onların valideynlərindən 10 manat, 15 manat pul yığırlar. Mən onu heç vaxt eləməmişim. Çünki valideynlərin evladları onlar üçün əvəz olunmaz bir varlıqdır. Və ananın telefonunda səsini eşitdim. Dedi ki, belə çıxdı ki, ananın evladlarını efirə çağırmaq üçün bəzi kanallar pul istəyiblər. Mən mikrofon telefonu götürdüm, dedim, anam, biz heç vaxt, mən şəxsən öz adıma deyirəm, mən apardığım verişlərin heç birində bir valideyn deyə bilməz ki, mən pul alıb efirmə bir rəqs qrupumu deyim, bir uşağı çıxarmışam. Çünki bunların könlünü sevindirmək o qədər gözəldir ki, bunlar böyüyəcəklər. İnşallah da ki, Namiq müəllim kimi, Lətifə xanım kimi, Kəmalə xanım kimi, ustadımız Ədalət müəllim kimi bu aşıq sənətində bir izləri olacaq. Qoy onların xatirəsində mən və bu Space kanalı gözəl bir şey qalsın ki, bizi dəvət elədilər bu bayram günündə. Kim var nəsildə aşıqlardan sizdə? Yəni, saz sənətini sevənlərdən? Saz sənətini sevən nəsildə yoxdur mənim, amma Şirvan torpağında yəni yetişdirirlər. Ustadımıza qulaq asırmısınız Ədalət müəllimə? Bəli. Bax, burada bizim bir dostumuz oturub orada, bax, görürsünüz. O biraz savremin saz ifaçılarındandır. Ona aşıq deməyim, saz ifaçısıdır. O Kəmalə xanımın tələbəsi olub. Harada olub, Sumqayıtda mı? Yox, Ölmük Vətəndə 9 saylı uşaq musiqi məktəbində mənim tələbəm olub. Hətta bu uşaqların müəllimi də Mübariz müəllimdir. O da mənim tələbəm olub. Kəmalə xanımı. Ona görə sağ olsun ki, bu cür tələbələr yetişdirir. Hər bir kəsə uğurlar arzulayıram. Mən onu da qeyd etmək istəyirəm ki, Tarix müəllim, mən bilirəm ki, siz gənclərə, yeni yetmələrə dəstək olursunuz. Mən çox istəyərdim ki, mənim bacım oğlu var, Ruslan Əlizadə və mənim qızım xanəndə Əsmər Mehdizadə. Çox istəyərdim ki, sizin efirdə də iştirak eləsinlər. Çox gözəl səsləri var. Bax, tələbəmiz tənbəldir, deyim niyə. O gün ona dedim ki, sənə icazə verəcəyim solo burada ifa eləyəsən. Amma heç nə də hazırlaşmayıb. Mən fikirləşirdim ki, o nəsə belə hazırlaşar. Bu uşaqlar bayaq Namiq müəllim durdu, onların yanına utandılar məsuliyyət. Çünki Namiq müəllim belə yüzlərlə belə gənci tanıtdırıb ölkədə və Kəmalə xanım, mən sizə burada rəsmi deyirəm ki, gələn həftənin Yel çərşənbəsində, gələn həftə səhv etmirəmsə, Yel çərşənbəsində sizi yox, onların ikisini də burada gözləyirəm. Milli geyimdə gəlsinlər, ifa eləsinlər. Tək ki, mənim xalqımın evladları Azərbaycan folkloruna, Dədə Qorqud yadigarına, fərqi yoxdur, muğama, ürəkdən yanaşsınlar. Buna yalnız da mən toylara gedim. Cimi, cimi, haca, haca, Kurtlar Vadisi çalıb da özümə aşıq deməklə yox. Mən uşaqları da qınamıram, amma mən oralara deyirəm ki, Allah onların ruhsunu bol eləsin. Onlar da gəncdirlər. Əslində mənim nə xoşuma gəldi? Onlar çıxıb heç kimə irad bildirmədilər. Onlar irad bildirməməyə... onlara əvəzində kimlərsə danışdı, amma onlar öz yerini bildilər. Mənim çox xoşuma gəldi və düşünürəm ki, bu günləri, o gün mübariz gəlib, görürəm ki, Vüsal Əliyevin mahnısını ifa edir. Namiqin sözündə böyük həqiqət var. Bugün belə bir söz var, palaza bürün, ellə sürün. Bizdə aşıqlar, bəzi aşıq ifaçıları, müğənnilərdir. Biri bir mahnı oxuyur, dünyasını dəyişən meyxanaçılar. Hamı başlayır onun, ay bu sağlığında heç kimi yadına düşmürdü ya. Elə ki, mahnısı trend oldu, hamı başlayır onu oxumağa. Uşaqlar, mənim üçün tort gətirmiş, ged gətir onu, sazımı qoy orada. Mənə deyir, tortu indi gətirim. O tort həyatımıza o qədər şirinliklər qatsın ki... Mən sizə xüsusi təşəkkür bildirirəm. Sağ olun, nəyə görə? Space TV-nin rəhbəri Allah Vado müəllimə, ondan sonra canım sizə deyirsin, Sərxan qardaşım. Allah sizləri qorusun ki, bax, sözün əsli mənasında... Sərxan qardaş radioda rəhbərliyi, televiziya Nərman müəllimdir. Allah can sağlığı versin. Yəni ki, bax, bu gənclər həqiqət sözün əsli mənasında bir sən necədir? Bu, Bəhman Vətənin bir gözəl şeiri var, deyir,